Bu sualda deməli verilib qızdırılan kalsium karbonatının kütləsi 500 qramdır. Sonra deyir ki, reaksiyada məhsulun çıxımı 80%. Bu o deməkdir ki, bu 500-ün 80%-i reaksiyaya gedir. 500-ün 80%-ini tapaq. 500'ü vurum 80'ə bölüm 100'ə. Yəni 400 qramı reaksiya getir. Kalsium karbonatın. Kalsium karbonatın reaksiyasını yazım. Kalsium oksid, bir də karbon qazı. Bizdən nə soruşur? Soruşur ki, əgər bu 80% çıxımla reaksiya gedərsə, sonda əmələ gələn bəş qalığın kütləsini müəyyən edin. Əmələ gələn bəş qalığın kütləsini. Deməli, 100 qram kalsium karbonata bəş qalıq 56 qram kalsium oksiddir. 400 qrama nə qədər kalsium karbonat alınır? Belə kalsium oksid alınır. Bu da 224. 224 qram kalsium oksidin var bəş qalıq olaraq. 100 qram da bu 500-dən 400 reaksiya gedib axı. 100 qram da burada artıq qalıbdır. Artıq qalan 100 qramın üstünə 224 qram kalsium oksidi gəlirəm. O dedir 324. Deməli, bəş qalığım E variantında 324 edir. Baxırıq. Deməli, bizə reaksiya veribdir. 20 saniyə ərzində qatılığı, SO2-nin qatılığı 0,6 mol bölək litrdir. Zamanı da bizə verib 20 saniyə. Biz sərf olunubdur. İndi biz bunun surətini tapaq. SO2-nin surətini tapıram. SO2-nin surətini tapmaq üçün qatılığı zamana bölürəm. 0,6-nı bölürəm 20-yə, 0,03, %3 elədir. Sonra nə deyir? Onun qatılığını, yəni SO2-nin qatılığı nəzərdə tutulur. Onun qatılığını 2 dəfə artıranda reaksiyanın SO2-yə görə surətini müəyyən edin. Deməli, biz bilirik ki, SO2-nin qatılığını əgər artırsam, onda o əmsalının qədər, yəni qüvvəti yüksəlmiş olur da, belə deyək. Qatılığın yerinə nə yazacağım? 2. Bu 2 isə onun əmsalıdır. Bax, budur. Üzərindəki 2 SO2-nin əmsalıdır. Yəni, reaksiyanın surəti neçə dəfə artdı? 4 dəfə artdı. Əvvəl reaksiyanın surəti 0,103, %3 idi. İndi 4 dəfə artanda da 0, deməli, 4 dəfə üçün 12, 0, %12 edir. Cavab olur D variantı. İkinci sual. Bizdən nə soruşur? Deməli, qaz qarışığı verib C2H4. Bir də CH4 verib. Qarışıqda elementlərin kütlə nisbətləri, yəni karbonun kütləsinin, hidrogenin kütləsinə olan nisbəti 7/1-dir. Qarışığın heliuma görə sıxlığını tapın. Əvvəlcə belə yazırıq. C2H4, molun bilmirəm. CH4, bunun da molun bilmirəm. Ancaq burada yazılıb ki, karbonla hidrogenin kütlə nisbəti 7-nin 1-ədir. Karbonun kütləsi burada 24x, aşağıda 36y, hidrogenin kütləsi 4x, aşağıda üstə gələk 4y, bərabərdir 7/1. Buradan da yazaq 28x üzərinə gələk 28y bərabərdir 24x üzərinə gələk 36y. 4x bərabərdir 8y-ə, x də bərabərdir 2y-ə. Deməli, x-in yerinə, burada x-in yerinə yazıram 2y. Aşağıdakı da y-dir. Deməli, bir qaz qarışığının heliuma görə sıxlığını, ümumiyyətlə qaz qarışığının əvvəlcə M ortasını tapmalıyam. Yadımızda saxlayırıq ki, nəyi tapırıq? M ortanı. M ortanı tapmaq üçün 2y vururam 28-ə, eləyir 56y, üzərinə gəlirəm
CH4-ün kütləsi eləyir deməli 40, 40-ı da Y-ə 40Y. Məxrəcdə də bu ikisinin cəmi 3Y. Bu da eləyir 32. Deməli, M ortanı neçə tapmışam? M ortanı 32 tapdım. Heliuma görə sıxlığını soruşursa, M ortanı bölürəm 4-ə. Yəni 32-ni 4-ə bölürəm, o da bərabərdir 8. Cavab olur C variantı.